Allah boş biridir yoxsa yerli yerində eləyən biridir hər şeyi. Kipriklərinin ölçüsündən, gözündəki suyun miqdarından, göz qapağının bağlanıb açılmağından, kainatın hər tərəfi hikmətlə doludur və rəhmətlə doludur. Doğumumuzdan etibarən Allah bizə nemətlər verir. Birinci süd göndərir, sonra diş çıxarır, sonra başqa qidalar göndərir. Sonra artıq ağıl neməti. Bu bizim üçün çox normaldır. Uşaq danışır. Uşaq danışmaya da bilərdi. Bütün insanlıq danışmaya bilərdi. Və uşaq nətər öyrənir? Anlayır, ətrafındakına baxırsan ki, çəkir də belə. Bu mövzuları çəkir, artıq danışa bilir. Sıfırdan belə bir kainat inşa elə, gör eləyə bilsən, heç daş yarada bilməzsən. Qaldı ki, danışa bilən canlılar, öz bir şey anlaya bilən. Bax, anlama qabiliyyəti verdi. 10 yaş, 11 yaş, 13 yaş sevgi deyə bir duyğu səndə ortaya çıxdı. Anlama, ciddiyyət. Məsələn, 30 yaş, 40 yaş daha təcrübəli. Bir yerdən sonra ola bilər bədənin daha zəifləyər, amma sənin özün qat-qat aliləşmisən. Bunu müşahidə edən insan görür ki, həyatı boyu Allah buna davamlı verib. Ağıllı başlı adam həyatda başına gələn heç bir hadisədən gileylənməz, narahat olmaz. Hamısı onun üzərinə gələn gözəl şeylərdir. Bir şeyi anlamaq üçün, yetişmək üçün vasitələrdir. Bunu müşahidə edən insan görür ki, nəsə var, bir zat. Biz ona Allah deyirik. Mənə davamlı mərhəmət edib, hikmətli davranıb. Məni sanki bir yerə sövq eləyir, yetişdirir. Bundan çıxış eləyərik. Sabah necə olacaq? Məsələn, hər gün günəş çıxırdı. Sabah necə olacaq? Sabah da günəş çıxacaq deyirsən. Adəti gərəyi. O zatın adəti gərəyi deyirsən ki, sabah məni əbədiyyən yox eləməz. Nətər yox eləsin? Mən həyatı boyu ondan bunu görmüşəm. Ana məni öldürər, məhv eləyər? Yox, əsla eləməz. Anadan qat-qat artığını, hətta ananın şəfqəti daxil verən Allahdır. Allah bu qədər yetişir, dəyər verdiyi birini yox eləməz, məhv eləməz. Biz 80 yaşında gördük, bədən çökdü. Biz orada belə əmin ola bilmərik ki, bu insan tam olaraq yox oldu, yoxsa yox olmadı, başqa bir yerdədir. Yox oldu demək inancdır. Yox, başqa yerdədir demək bu da inancdır. Tamam, razıyam. Amma ikisi inancdır, bunu bilmək lazımdır. Çünki biz insanın da davamlı dırnaqlarımızın öldüyünü görürük, amma biz ölmürük, davamlı yenilənirik. Məsələn, bədənimiz 80 yaşındayıqsa, məsələn, bəlkə bir 20 dəfə tamamən yenilənib, tamamən beyin hüceyrələri daxil yenilənib, amma biz nədirsə o var. Sənin bütün bədənin dəyişdiyi halda, o nədirsə sən varsa, 80 yaşında birdən bütün cəsədin çıxsa belə, o sən var olaraq davam edə bilərmi? Ehtimal var da. Ortada bir sən var idi, bilmir ya, o sən nədirsə, mən nədirsə. O fakt nə qədər cəsəd paltar dəyişdiyi halda o mən davam eləyib həyatına. Bəlkə 80 yaşında birdən o cəsəd çıxıb yenə davam edəcək. Biz o zatdan, Allah deyimiz Rahim və Hakim, hikmət və mərhəmət sahibi kimi gördüyümüz birindən davamiyyəti gözləyirik. Bu daha məntiqli. Yəni ağılla başla bu daha məntiqli gəlir. Amma sən üçün görürəm ölür da, bu sənin inancındır. Yaşayır, bu da mənim inancım, tamam. Amma ağıllı başla düşünəndə dünyada Allahın mərhəmət və hikmətini görən əbədi həyatın varlığı nəticəsinə çıxar. Quranda bir dəfə keçsəydi belə bizim üçün bu dəyərli idi, çox dəyərli idi. Ancaq Quranın 4-dən biri əbədi həyatdan, axirətdən yazır.